Doktor, qadınlarda və kişilərdə hormonal balanssızlıq necə hiss olur? Hansı əlamətlərə diqqət etməliyik? Qadınlarda əsasən artıq çəki, tüklənmə, aknelerin olması, saç tökülməsi, süd vəzindən süd gəlməsi, kəskin baş ağrılarının olması, sonsuzluğun olması, menstrual düzənsizliyin olması, libidonun zəifləməsi, kişilərdə isə sonsuzluq, saç tökülmə ola bilər və başqa şikayətlər. İnsanlar hormonal dərmanlardan niyə qorxur? Bu qorxu əsaslıdırmı? Hardasa baxanda əsaslıdır. Çünki hormonal dərmanlar dedikdə deksametazondur, prednizolondur. Bu dərmanların qəbulu əlbəttə ki, yol verilməzdir, əgər xəstəyə düzgün diaqnoz qoyulmayıbsa. Biz endokrinoloq olaraq əlbəttə ki, hormondan qaçırıq. Biz həmişə əvəzedici terapiyanı edirik. Yəni xəstədə hansı hormonal dəyişiklik varsa, hansı hormon çatmırsa, onu yerinə qoymağa başlayırıq. Və bu zamanda biz xəstəyə əlavə hormon terapiya təyin etmirik. Bir dənə kənara çıxma var ki, klimakterik müddətdə bəzi hallarda biz əvəzedici hormonal terapiyadan istifadə edirik. Ancaq bu zamanda xəstə tam yoxlanılır, ondan sonra istifadə olunur. Əgər sizdə hər hansı bir endokrinoloji xəstəlik varsa, vaxtında diaqnoz qoyulub müalicə etməklə biz bunun sağalmasına nail ola bilərik. Bəzi endokrinoloji xəstəliklər var ki, bunlar xroniki xəstəlikdir, ancaq bunlar sizlə də ömrü boyu dost ola bilir.